Ben de o videonu gördüm. Şebnem Tovuzlu bir genç, çok genç oğlan belə pullar belə tökür başına, ovucuna pullar qoyur əlinə. Bunu sosiallaşdırdılar, ictimailəşdirdilər ki, belə olmaz, belə etmək olmaz. İndi biri götürəndə Şebnem nə etsin ki, Tovuzlu? O gənc oğlan gətirib onun ovucuna pul qoyursa, başına pul atırsa, müğənnidir. Müğənni əlində mikrofon oxuyur. Ona demir ki, gətir pulları. İndi gəncdir də. Şəbnəm Tovuzunu yəqin o qədər çox sevir. O qədər çox sevir. O qədər çox sevir ki, sevgisini pulla nümayiş etdirir. Kişinin pulu var. Bu da xoşuna gələn bir qadındır, müğənnidir. İndi mən demirəm hansı mənada. Yəqin ki, bir müğənni kimi ona ehtiramı var, hörməti var, sayğısı var, pulu da var, gətirib pulları belə atıb. Düzdür, çoxları reaksiya verdi, amma Nüşabə Ələsgərli bir fərqli reaksiya verib də. Deyir ki, yəni ki, gözümüz açandan deyir, toylardayıq, toyları xalq düşmənlərinin məclisi kimi pisləyiblər. Yəni doğrudan da insanlar bəzən deyir, getdi oxuda toyda, belə etdi, filan etdi. Bu sənin, mənim balamın toyudur. Bunun nəyi pisdir? Həmişə toy oxuyanları pisləyiblər. Toya ayıb bir şey kimi baxıblar. Elə bil özləri etməyiblər. Ölkə nöqtəsi xəbər verir ki, əməkdar artist Nüşabə Ələsgərli nə deyib? Bir verilişdə, Xəzər axşam verilişində deyib. Bu məclislərin də müəyyən qanararı var. Əlavə olaraq toyda nəsə bağışlayırlar. Vaxtilə mənə də qızıllar bağışlayıblar. Bu həmişə olub. O vaxt görməmişdik. O vaxt göstərməmişdik. Göstərəndə nə olar ki, mən belə şeyə pis baxmıram. Həm də təqdim etməyin forması var. Məsələn, mənə toyda pul verən kimi əlimdə sıxıram. Nüşabə Ələsgərli deyib. Görməsinlər. Daha sonra köməkçim gəlir, pul ona verirəm. Mən o pulu əlimdə sağa sola nümayiş etdirmirəm. Yəqin ki, sırf bu tamaşaçıları qıcıqlandırır. Pulu verəndə də bizim xalqımızdır, qazanan da bizim xalqımızdır və vətənimizin balasıdır. Sadəcə də deyib, pulu toyda müğənni ovucuna qoyanda o gərək görməsin də kamera qarşısında. İndi müğənni də neynəsin ki, müğənniyə gətirir kameranın qarşısında pul qoyurlar ovucuna. Pulu əgər dolları, yüzlükləri, 500-lükləri belə götürüb atırlarsa, indi burada müğənninin də günahı yoxdur. Deyirəm də, gənc oğlandır, yəqin Şəbnəm xanıma böyük sayğısı, hörməti, sevgisi var. Bundan da irəli gələ bilər də. Kişinin oğlu pulu var, xərcləyir də, xərcləyir. Şəbnəm Tovuzlu nə etsin? Şəbnəm xanım, Tovuzlu, pulları sizə verəndə ucuzda gizlədin. Görsə söz-söhbət yarandı, dedikodu yarandı.